Bu çox önəmli bir şeydir ki, sən valideyninə qayğı göstərsən. Hə, o cahil ola bilər, o alkaş ola bilər, nə bilim, narkoman ola bilər, yaddaşını itirə bilər da. Amma sən yaddaşı itirməməlisən. Sən onlara qayğı verməlisən və bu qayğı sənin insanlıq potensialının açılması üçün önəmlidir. Dünən bizə qonaqlar gəlmişdi. Bir detala fikir verdim. Uşaq körpədir, bir yaşı yoxdur hələ. Balacanız var. Hə, qohumların evindədir və yemək yeyə bilmirdilər. Gah atası qucağında saxlayırdı uşağı, gah anası qucağında saxlayırdı uşağı və qohumların hamısının diqqətinə dedim, fikir verirsiniz, normal qidalana belə bilmirlər. Və bu 1 saatlıq problem deyil, 2 saatlıq da problem deyil. Bu illərlə sürəcək bunların həyatında. 5-6 yaşına kimi, ondan sonra da başqa problem. Bunlar həmişə balalı ailə olacaqlar uzun müddət və indi qaytarın o uşağın özünə ki, məsələn 3 saat valideynin yanında olub onun kömək eləmək istəmir. Və ya deyəlim ki, məsəl üçün 2 gün işləyibdi, bir $40 pul qazanıbdı, ya $50 pul qazanıbdı. Onu gətirib valideyninə 2 gün 16 saatdır. Amma bu illərlə bunların belə qayğısına qalırlar. Və siz təsəvvür eləyin ki, buna duyarsız olan qəlb heç vaxt normal döyünməyəcək. Ata-anasına şükranlıqla dolmayan qəlb və heç vaxt Allaha doğru yolu tapa bilməyəcək. Bax, bu bir mənəvi xəstəlikdir. Ona görə valideynlər sənin işinə qarışacaqlar, sən isə onları uzaq tutmayacaqsan özündən, həmişə onların qayğısına qalacaqsan. Bu mənəvi sağlamlığın rəhnidir. Bu əlbəttə ki, donquldanacaq və sən onun yanında olmalısan. Sənin mənəvi sağlamlığın üçün bu çox önəmlidir.